AXCP sədri Əli Kərimli və digər müxalifət nümayəndələrinin saxlanılmasında vaxtilə mövcud olmuş Milyarderlər İttifaqı və Milli Şuranın əməkdaşlığı əsas şübhəli məqam olaraq vurğulanır. Detalları istintaq müəyyənləşdirəcək. Hərçənd 2013-cü il hadisələrini izləmiş siyasi-ictimai camiədə olanlar bu əməkdaşlığın mövcudluğunu təsdiq edər. 2013-cü ildə regionda yaranmış situasiya Rusiyanın maraqlarına uyğun idi. Əsas diqqəti yaxın şərqə yönələn ABŞ Gürcüstanda Rusiya ilə anlaşdı. Saakashvilini göndərdilər və prezident qərb yönümlü, baş nazir Rusiya yönümlü, daha dəqiq desək, Moskvaya loyal münasibət bəsləyən fiqur olmaqla hakimiyyət bölgüsü aparıldı. Ermənistanda forpostunu saxlayan, Gürcüstanda möhkəmlənən Rusiyaya Cənubi Qafqaza nəzarəti tam bərpa etmək üçün Azərbaycan lazım idi. Obama administrasiyasının soyuq münasibəti rəsmi Bakının Moskva qarşısında mövqelərini zəiflədirdi və həmin vaxt FETÖ-yə görə əsas diqqəti daxilə yönəlmiş Türkiyənin bölgəyə təsir imkanları da indiki qədər deyildi. Rusiya üçün münbit şərait yaranmışdı və 2013-cü il prezident seçkilərindən öncə çevriliş planını həyata keçirmək üçün Moskvada Azərbaycanlı biznesmenlərdən ibarət Milyarderlər İttifaqı yaradıldı. Moskva İvanişvilinin timsalında Tiflisdə tətbiq etdiyi ssenarini baş nazirin keçmiş müavini Abbas Abbasovun kuratorluğu ilə bir araya toplaşan milyarderlərdən ibarət ittifaqla həyata keçirmək istəyirdi. Azərbaycan daxilində isə bu prosesi açıq şəkildə mətbuatın önündə dəstəkləyən müxalifətin birləşdiyi Milli Şura icra edirdi. Müxalifətin prezidentliyə vahid namizədi seçilən Rüstəm İbrahimbəyovu Bakıda təntənə ilə qarşılayacaqdılar. Lakin ikili vətəndaşlığı ortaya çıxandan sonra İbrahimbəyov gəlməkdən imtina etdi. Daha sonra Cəmil Həsənlinin vahid namizədi üzərində dayandılar. Müsavat Partiyasının qərargahında vahid namizədin seçildiyi mətbuata açıq konferansların iştirakçısı kimi dəfələrlə Rusiya ordusu gəlsə də tək bu hakimiyyət geçsin sözlərinin şahidi olmuşam. Hətta Milli Şurada təmsil olunan etniklərin mədəni muxtariyyətini gerçəkdə hədəf siyasi muxtariyyət yolunun açılması idi. Dəstəkləyənlər bu məsələni tez-tez dilə gətirir, bununla bağlı xüsusi proqramın qəbul edilməsini istəyirdilər. Bu da Moskvadan gələn direktivlərdən idi. Rusiya həmin vaxt Azərbaycana qarşı 3 istiqamətdə xüsusi əməliyyat keçirirdi. Birincisi, etnik kartı işə salmağa çalışırdılar. Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsinin Sadval məktubu mediada tirajlanıb. İkincisi, Azərbaycanlı miqrantların sıxışdırılması idi. Orxan Zeynalov işi bu məqsədlə ortaya atılmışdı. Üçüncüsü, Milyarderlər İttifaqı Milli Şura xətti idi. Moskva maksimal hədəf kimi hakimiyyət dəyişikliyini, minimal hədəf kimi isə Bakıya təzyiq etməklə istədiklərinə nail olmağı düşünürdü. Maksimal hədəfə nail ola bilmədilər. Hərçənd Putinin gəmi ilə Bakıya gəlişi və Əliyevlə görüşü Milyarderlər İttifaqı Milli Şura planının arxa fona keçməsindən xəbər verirdi. Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyətə gəlməyə ümid edən Milli Şura ortada qaldı. Bu kontekstdə Əli Kərimli və digərlərinin saxlanılmasında gündəmə gələn Milyarderlər İttifaqı Milli Şura amili reallığa əsaslanır. Hər şey açıq mənbələrdə var. Detallar kifayət qədər genişdir. Məsələnin niyə indi hüquqi müstəviyə gəlməsinin siyasi tərəfləri də aydın görünür. 2013-cü ildə regionda hər şey Rusiyanın xeyrinə idisə, indi Azərbaycanın xeyrinədir. Müəllif, siyasi şərhçi Asif Nərimanlı.